Yalan hakkında Hazreti Peygamberimiz buyurur ki, bütün pislikleri, bütün günahları, bütün çirkinlikleri bir otağa yıksaq, bütün günahları, onun qapısının açarı yalandır. Yani istenilen günaha yalan vasitəsilə insan övladı daha tez mürtəkib olur. Yalan bütün çirkinliklərin başlanğıcıdır, əsasıdır. Ona görə yalançılıq, yəni doğru olanı təkzib eləmək, həqiqətin üstünü örtmək ən böyük günah sayılan böyük günahlardandır. Onun isə müsbət əksi isə sədaqətdir, düzgünlükdür. Düzgünlük haqqında Allah-u Teala ümumiyyətlə peyğəmbərlərini birinci doğruluqla imtihan olunaraq sonra peyğəmbər seçildikləri barəsində bəyan edir Quran-ı Kərimdə. Məsələn buyurur ki, Quran-ı Kərimdə Bismillahirrahmanirrahim Məryəm surəsinin 41-ci ayəsində "Vazkur fil kitabi İbrahimə" Ya peyğəmbər, kitabda İbrahimi yada sal, yad elə. Ümumiyyətlə vazkur, zikr et, yada sal kəlməsi Quran-ı Kərimdə bir neçə yerdə zikr olunur, keçir. Mənası da budur ki, Allah qatında dəyərli olan, baqi olan, dəyərləri baqi olan kəsləri, kəsimləri yada sal. Yəni o kəslər ki, onların əməlləri əbədidir. Qiyamət günündə də onun əməlləri ən uca dəyər sayılacaq. O insanları yad elə, vazkur. Zikr olunan, Allah Taala'nın əmr etdiyi, zikr olunması, yada salınması əmr etdiyi kəslər, kəsimlər peyğəmbərlərdir və yaxud onların etdiyi əməllərdir. Buyurur ki, ya peyğəmbər, Həzreti İbrahimi də yada sal kitabda. Niyə? Kimdir o? İnnehu kənə sıddiqan nəbiyyə. Buyurur ki, o birinci sıddiqdir, yəni sözündə doğru danışandır, qəlbində, düşüncələrində dediyi sözü təsdiq edəndir, əməlində də o dediyi sözü yerinə yetirəndir. Sıddiqin mənası budur, 3 mərhələli. Birincisi sözdə doğrusu olsun, ikincisi dediyi sözü elə sözdə deyib keçməsin, onu qəlbində də təsdiq eləsin, özü də ona kamil şəkildə inansın, etiqadı olsun, üçüncü də onu əməldə göstərsin. O əməldə hansı fədakarlıq olur olsun, ondan keçməsin. Həzreti İbrahim barəsində peyğəmbərliyini sonra zikr edir